Bərzəx aləmində ruhların qiyafəsi necə olur? Onlar görünürlər yoxsa yox? Bərzəx aləmi maddi bir aləm deyil. Mənəviyyat aləmidir. Yəni ruhların aləmidir. İnsan dünyadan köçəndən sonra cisim qalır torpaqda, ruh qalxır bərzəx aləminə. İndi aləm deyək, ya məkan deyək, ya tranzit bir yer deyək. Yəni o qalıcı bir yer deyil. Yəni dünya ilə qiyamətin arasında olan bir məkandır. Ruhların məkanı. Tranzit bir məkandır. O məkanda ruhların qiyafəsi necə olacaq? Bərzəx aləmində ruhların qiyafəsi, ruh maddi deyir ki, bədən olsun. Ruhların qiyafəsi insanların dünyada bədənlərinin misali forması şəklində olacaq. Misali qiyafə nədir? Misali qiyafə budur. Güzgü qabağında dayananda bir tərəfdə sənin maddi vücudun dayanıb, o biri tərəfdə sənin misali vücudun dayanıb. Yəni ona toxunmaq olmaz. O misali vücuddur. Bu maddi vücuddur toxunursan. Amma o misali vücuddur. Misali vücuda toxunmaq olmaz. O maddidir. Bərzəx aləmində ruhların qiyafəsi misali vücud şəklində olacaq. Növbəti sualımıza baxaq.